Salam, əziz və hörmətli tamaşaçılar. Deməli, bu bitki rozmarin bitkisidir. Bizim dildə buna belə biberiye deyirlər. Bəzən rozmarin də öyrənmişik elə demək. Amma əslində bu türkçə bizim dildə biberiye bitkisidir. Deməli, bu bitki bir çox xəstəliklərdə faydalıdır. Bizim sağlamlığımız üçün əsasən əsəb sisteminin pozulmalarında, qan təzyiqi aşağı olanda, yəni nevrozlar, bundan sonra stres xəstəliklərində, mədə-bağırsaq sisteminin pozulmalarında, spazmalarda, kökdə, kolitdə, bundan sonra bir çox qadın xəstəliklərində, prostatlarda, bundan sonra ürəkdə çatışmamazlığında, narahatçılıq olanda, ürək xəstəliklərində istifadə eləmək olar. Eyni zamanda bu bitki həm də dəri xəstəliklərinə, ekzemalara, ondan sonra bir çox allerjik bitkilərə, xəstəliklərə kömək edir. Deməli, bu bitkinin qarışımı bir çox bitkilərlə birləşəndə əzələ ağrılarına çox yaxşı kömək edir. Kimdə ki qan təzyiqi yüksəkdir, onlara bu bitkini içmək olmaz, daxilə qəbul etmək olmaz. Rozmarin bitkisi eyni zamanda demək olar ki, bundan bir çox yağlar düzəldirlər və bu yağlar tiroid xəstəliyində, revmatizmdə də yardımcıdır. Rozmarin bitkisi, biberiye bitkisi demək olar ki, bir çox xəstəliklərin müalicəsində faydalıdır və eyni zamanda bəzi adamlar onu fərdi olaraq qəbul edə bilməzlər. Ona görə ki, bəzi adamlarda allergiya verə bilər. Ona görə də mütləq bu bitkini daxilə qəbul edəndə mütləq mütəxəssislə, həkimlə bunu bölüşmək lazımdır. Bundan məsləhət almaq lazımdır. Çünki məsləhətsiz bütün bitkilər ümumiyyətlə zərər verə bilər. Ona görə də bu bitkidən istifadə edir. Deməli, Katalon kimyagəri vaxtı ilə bundan həyat üçün çox lazımlı olan sağlamlığa həyat eliksiri düzəldib içirdilər bunlar. Yəni, bu bitki haqqında çox uzun danışmaq olar. Allah sizə şəfa versin, sağ olun. Eşitdiyinizə, dinlədiyinizə görə təşəkkür edirəm.